Əziz şagirdlər, xoş gördük hər birinizi. Bu günlər biz teori özü hərəkəti xarakterizə edən kəmiyyətlər, yəni dövrətmə periodu, tezliyi və bucaq sürətindən olan test tapşırıqlarının həllərinə baxacağıq. Başlayaq birinci sualımızdan. Maddi nöqtənin çevrə üzrə dövrətmə periodunu 5 dəfə azaltdıqda dövrətmə tezliyi necə dəyişər? Period və tezlik bildiyimiz kimi bir-birindən tərs mütənasib asılıdır. N bərabərdir 1 bölünsün T düsturu. Əgər period 5 dəfə azalarsa, bu zaman dövrətmə tezliyi də 5 dəfə artmış olar. Maddi nöqtənin çevrə üzrə dövrətmə tezliyini 2 dəfə azaltdıqda dövrətmə periodu necə dəyişər? T bərabərdir 1 bölünsün N. Əgər dövrətmə tezliyi 2 dəfə azalırsa, bu zaman dövrətmə periodu da 2 dəfə artmış olar. Cisim 1 dəqiqədə 20 dövr etmişdir. Dövrətmə periodunu hesablayın. Dövrətmə periyodunun düsturu T bərabərdir. T bölünsün N. Elə deyilmi? 1 dəqiqəmiz 60 saniyə. Əsas vahide gətirməliyik. Dövrlərimizin sayı isə 20. Bərabərdir 3 saniyə. Cisim 2 dəqiqədə 30 dövr etmişdir. Dövrətmə tezliyini hesablayın. Dövrətmə tezliyimizin düsturu necə oldu? N bərabərdir. N bölünsün T. 30 bölünsün 2 dəqiqəmiz nə qədər eləyəcək? 120 saniyə. İxtisar gedər 4də 1 qalar. O da eləyər 0,25. 2 dəqiqə ərzində saatın saniyə əqrəbi neçə dövr edir? Biz bilirik ki, saniyə əqrəbi 1 dəqiqədə 1 dövr edir. Elə deyilmi? Yəni bir dəfə fırlanır, 60 saniyədən sonra 1 dəqiqəmiz tamam olur. İndi bu zamanda 20 dəqiqə ərzində də saniyə əqrəbimiz 20 dənə dövr etmiş olar. 5 saat ərzində saatın dəqiqə əqrəbi neçə dövr edir? Saatın dəqiqə əqrəbinin dövr etmə periodu 60 dəqiqə və ya 1 saatdır. Dəqiqə əqrəbi bir dəfə fırlananda 1 saat tamam olur. Bu deməkdir ki, 5 dəfə də fırlananda, yəni 5 saat ərzində də deməli nə eləyəcək? 5 dövr etmiş olacaq. 2 sutka ərzində saatın saat əqrəbi neçə dövr edir? Bir sutkamız 24 saatdır. Saat əqrəbinin də deməli dövr etmə periodu 12 saatdır. Deməli saatın saat əqrəbi bir sutkada 2 dəfə dövr edir. Bir dəfə fırlanır 12 saat keçir. Növbəti bir dəfə fırlananda 12 saat keçir. Bir sutkamız tamam oldu. Bir sutkada 2 dəfə fırlanırsa, bu zaman 2 sutkada da 4 dəfə fırlanmış olar. Saatın dəqiqə əqrəbinin dövr etmə periodu saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Deməli, T dəqiqə bölünsün T saniyə bərabər. Dəqiqə əqrəbinin dövr etmə periodu 60 dəqiqədir. Saniyə əqrəbinin dövr etmə periodu isə 1 dəqiqədir. Elə deyilmi? 60 saniyə və yaxud da 1 dəqiqə. Amma unutmaq olmaz ki, bunları eyni vahidlə yazmaq lazımdır. Dəqiqələr də buradan ixtisar gedir. 60'ı 1'ə böləndə olacaq 60. Çevrə üzrə bərabər sürətli hərəkətdə maddi nöqtənin bucaq sürəti 12 radian bölünsün saniyədir. Dövr etmə periodunu hesablayın. Əvvəlcə bucaq sürətinin düsturunu yazırıq. Omega bərabərdir 2 pi bölünsün T. Buradan T'ni tapsaq, T bərabər olacaq 2 pi bölünsün omega. Məxrəsdən hansısa kəmiyyət tapanda bərabərliyin qarşısındakı ilə yerini dəyişirdi də, elə deyilmi? 2 vurulsun 3 bölünsün 12 bərabər olacaq, deməli 0,5. Saatın saat əqrəbinin dövr etmə periodu saniyə əqrəbinin dövr etmə periodundan neçə dəfə çoxdur? Yəni T saat bölünsün deməli bizdən nə istəyər uşaqlar? T saniyəni bərabər. Saatın saat əqrəbinin dövr etmə periodu 12 saat və ya 12 saatımız neçə dəqiqədir? 720 dəqiqədə 60'a vururuq. Düzdür? 720 dəqiqə. Saniyə əqrəbinin dövr etmə periodu isə 1 dəqiqədir. Bu da bərabər olacaq elə 720'ye. Dövr etmə tezliyini təyin etmək üçün hansı cihazdan istifadə etmək olar? Saniyə ölçəndən. Bucaq sürətini təyin etmək üçün hansı cihazdan istifadə etmək olar? Omega bərabərdir 2 pi bölünsün T. 2 pi zaten sabit ədəd.
period da biləcək olsaq, yəni saniyə ölçəndən ölçərik. Bu zaman bucaq sürətini təyin etmiş olarıq. Çevrə üzrə hərəkətdə radius vektorunun dönmə bucağının zamandan asılı qrafiki göstərilmişdir. Bucaq sürətini hesablayın. Bucaq sürəti hansı düsturla tapılır? Omega bərabərdir fi bölünsün t. Elə deyilmi? 40 bölünsün 10 bərabər olacaq 4 radian bölünsün saniyə. Çevrə üzrə hərəkətdə bucaq sürətinin zamandan asılı qrafiki göstərilmişdir. 5 saniyə müddətində radius vektorunun dönmə bucağını hesablayın. Baxın, yuxarıda ilə düsturumuzu qeyd etmişik. Omega bərabərdir fi bölünsün t düsturundan biz fi'ni tapacaq olsaq, olacaq omega vurulsun t. Və biz də bildik ki, bir kəmiyyəti zamana vurduqda altda qalan fiqurun sahəsini tapırıq. Yəni, omega ilə t'nin altında qalan fiqurun sahəsi bizə nəyi verir? Fi'ni. Elə deyilmi? Bucaq sürətini. Bərabər olacaq. Hansı fiqurdur bu fiqurumuz? Düzbucaqlı üçbucaq. AB, yəni 4 vurulsun 5 bərabər olacaq 20 radiana. Cisim verilmiş radiuslu çevrə üzrə bərabər sürətli hərəkət zamanı bucaq sürətinin zamandan asıllıq qrafiki hansıdır? Omega bərabərdir fi bölünsün t düsturunu xatırlayırıq. Uşaqlar, burada omega zamandan asılı deyil. Çünki baxın, bucaq, yəni 2 dəfə belə desək də dönmə bucağını artırmaq üçün, misal üçün deyirəm, dönmə bucağını 2 dəfə artırmaq üçün bu zaman da 2 dəfə daha çox istifadə etməliyik, elə deyilmi? Buradan yenə 2'lər ixtisar gedir. Yerdə nə qalır? Fi bölünsün t. Ümumiyyətlə yadda saxlamaq lazımdır ki, omega nə fi'dən, nə də deməli zamandan, yəni t'dən aslı deyil. Period və tezlikdən isə aslıdır. Çevrə üzrə hərəkətdə radius vektorunun dönmə bucağının zamandan asılı qrafiki göstərilmişdir. Bucaq sürətini hesablayın. Omega bərabərdir fi bölünsün t. 18 bölünsün 6 olacaq 3 radian bölünsün saniyə. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə tezliyi 12 saniyə üstü mənfi 1-dir. Bucaq sürətini hesablayın. Bucaq sürətinin düsturu necə oldu? Omega bərabərdir 2 pi vurulsun n. Bərabərdir 2 vurulsun 3 vurulsun 12 olacaq 72 radian bölünsün saniyə. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti 10 radian bölünsün saniyədir. 0,5 saniyə ərzində radius vektorunun dönmə bucağını hesablayın. Omega bərabərdir fi bölünsün t. Buradan fi'ni tapacaq olsaq, olacaq omega vurulsun t. Bərabərdir. Omegamız 10, zamanımız isə 0,5 bərabər olacaq 5 radiana. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti 60 radian bölünsün saniyədir. Dövr etmə tezliyini hesablayın. Omega bərabərdir 2 pi n düsturundan biz nə eləyəcəyik? N tapacaq da. Bu zaman n bərabər olacaq omega bölünsün 2 pi. Bərabərdir. Omegamız 60, 2 vurulsun 3. 60'ı da 6'ya bölündə düşəcək 10 saniyə üstü mənfi 1. Çevrə üzrə bərabər sürətlə hərəkət edən deməli cismin radius vektorunun 3 saniyə ərzində dönmə bucağı 15 radian olmuşdur. Bucaq sürətini hesablayın. Bucaq sürəti dediyi hansı düsturla tapılır? Omega bərabərdir fi bölünsün t. Bərabər olacaq 15 bölünsün 3 bərabərdir 5 metr deməli 5 radian bölünsün saniyə. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə tezliyi hansı ifadə ilə təyin olunur? N bərabərdir 1 bölünsün t ifadəsi ilə. Yəni periodla tezliyin bir-birindən qarşılıqlı tərs asılı olduğu düsturlarımız. Çevrə üzrə bərabər sürətli hərəkətdə dövr etmə periodu hansı ifadə ilə təyin olunur? T bərabərdir 1 bölünsün n. Bucaq sürətinin BC-də vahidi hansıdır? Radian bölünsün saniyə.
Çünki omega bərabərdir fi bölünsün t. Dönmə bucağının vahidi radian, zaman isə vahidi nə olacaq? Saniyə. Dövrətmə periodunun BC-də vahidi hansıdır? Dövrətmə periyodu nə idi? Tam bir dövrə sərf olunan zaman. Elə deyilmi? Zamandırsa vahidi olacaq saniyə. Dövrətmə tezliyinin BC-də vahidi hansıdır? Vahid zamandakı dövrlərin sayına bərabər olan kəmiyyət nə adlanırdı? Dövrətmə tezliyi. Yəni saniyə üstü mənfi 1. Ədədi qiymətsə vahid zamanda dövrlərin sayına bərabər olan kəmiyyət nə adlandı? Dövrətmə tezliyi adlanmış oldu. Ədədi qiymətsə vahid zamandakı radius vektorunun dönmə bucağına bərabər olan kəmiyyət radius vektorunun dönmə bucağına. Baxın, omega bərabərdir. Fi bölünsün t. Əgər t 1 olacaq olsa, omega nəyə bərabər olur? Fi'yə bərabər olur. Düzdür? Bu zaman radius vektorunun dönmə bucağına bərabər olan kəmiyyət oldu nə? Bucaq sürəti. Çevrə üzrə bərabər sürətli hərəkətdə tam bir dövrə sərf olunan zaman nə adlandırdıq? Dövrətmə periyodu. Yerin öz oxu ətrafında fırlanma periyodu saatın saniyə əqrəbinin dövrətmə periyodundan neçə dəfə çoxdur? Deməli, şu olur. Yerin öz oxu ətrafında fırlanma periyodu, yəni t yer bölünsün yazacaq nə? Saatın saniyə əqrəbi t saniyə bərabərdir. Yerin öz oxu ətrafında fırlanma periyodu 24 saatdır. Və ya 24 saatımız nə qədər eləyəcək? 60 dəqiqəyə vuracaq olsaq, olacaq 1440 dəqiqə. Böləcək saniyə əqrəbinin dövrətmə periyodu bəs nə qədərdir? O da 1 dəqiqədir. Bərabər olacaq elə 1440-a. Yerin öz oxu ətrafında fırlanma periyodu saatın dəqiqə əqrəbinin dövrətmə periyodundan neçə dəfə çoxdur? Deməli, t yer bölünsün t saat bərabərdir. Yerin öz oxu ətrafında fırlanma periyodu 24 saatdır. Elə deyilmi? Bəs saatın dəqiqə əqrəbinin dövrətmə periyodu isə 1 saatdır. Yəni 60 dəqiqə və yaxud da 1 saat. Saatımız ixtisar gedəcək, olacaq 24 dəfə. Yerin öz oxu ətrafında fırlanma periyodu saatın saat əqrəbinin dövrətmə periyodundan neçə dəfə çoxdur? Şöyle yerin öz oxu ətrafında fırlanma periyodunu bu dəfə də biz böləcək nəyə? Saat əqrəbinin fırlanma periyoduna. Yerin öz oxu ətrafında fırlanma periyodu 24 saatdır. Saatın saat əqrəbinin fırlanma periyodu isə 12 saatdır. 24'ü də 12'ye böləndə düşəcək 2. Yerin öz oxu ətrafında fırlanma periyodu nə qədərdir? 24 saata bərabərdir. Saatın dəqiqə əqrəbinin dövrətmə periyodu nə qədərdir? Dəqiqə əqrəbi 1 saatda 1 dövr edir. 1 saat və ya 60 dəqiqədir. Saatın saniyə əqrəbinin dövrətmə periyodu nə qədərdir? Saniyə əqrəbi 60 saniyəyə 1 dövr edir. Yəni 60 saniyə və yaxud da ki 1 dəqiqə. Saatın saat əqrəbinin dövrətmə periyodu nə qədərdir? Saat əqrəbi 12 saatda 1 dövr edir. Cavabımız olacaq 12. Saatın saat əqrəbinin dövrətmə periyodu saniyə əqrəbinin dövrətmə periyodundan neçə dəfə çoxdur? Deməli, saatın saat əqrəbinin dövrətmə periyodunu biz böləcək nəyə? Saniyə əqrəbinin dövrətmə periyoduna. Aha. Saat əqrəbinin dövrətmə periyodu 12 saatdır. Elə deyilmi? 12 saatdır. Saniyə əqrəbinin dövrətmə periyodu isə uşaqlar 60'da 1 saatdır da, elə deyilmi? Və ya bunu daha rahat olsun deyə fikirləşirik ki, saatın saat əqrəbinin dövrətmə periyodu 12 saat və yaxud da ki 720 dəqiqədir. Dəqiqəyə çeviririk. Saatın saniyə əqrəbinin dövrətmə periyodu 60 saniyə, yəni ki 1 dəqiqədir. 720'ni də 1'ə böləndə düşəcək 720. Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövrətmə tezliyi 50 saniyə üstü mənfi 1'dir. Onun dövrətmə periyodunu hesablayın. Dövrətmə periyodunun düsturu necə idi? T bərabərdir 1 bölünsün n. Yəni 1 bölünsün 50 bərabər olacaq 0,2 saniyə.
Çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə periyodu 0,5 saniyədir. Onun tezliyini hesablayın. Nü bərabərdir 1 bölünsün t. Yəni 1 bölünsün 0,5 bərabər olacaq. Deməli 2 saniyə üstü mənfi 1-ə. Çevrə üzrə omega bucaq sürəti ilə hərəkətdə cismin n dövr etməsinə sərf olunan zaman hansı ifadə ilə təyin olunur? Omega bərabərdir 2 pi böyüyən bölünsün kiçik t. Buradan t'ni tapsaq t ilə omega yerini dəyişir. Elə deyilmi? T bərabər olur nəyə? 2 pi n bölünsün omega. Çevrə üzrə bərabər sürətli hərəkətdə cisim t zaman ərzində n dövr edərsə, bucaq sürəti hansı ifadə ilə təyin olunur? Omega bərabərdir 2 pi n bölünsün t düsturu ilə. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? Omega bərabərdir 2 pi vurulsun n. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? Omega bərabərdir 2 pi bölünsün t ifadəsi ilə. Çevrə boyunca hərəkətdə dövrlərin sayının vahidi hansıdır? Dövrlərin sayı dedik ki, n necə kəmiyyət oldu? Adsız, yəni ölçü vahidi yoxdur. Cisim çevrə üzrə modulda bərabər sürətlə hərəkət edir. Bu zaman fiziki kəmiyyətlərdən hansı sabit qalır? Dövr etmə periyodu və tezliyi. Cavabımız olur C variantı. Cisim çevrə üzrə modulca bərabər sürətlə hərəkət etdikdə fiziki kəmiyyətlərdən hansı sabit qalır? Dövr etmə tezliyi. Saatın saat əqrəbi 2 dövr etdiyi zaman müddətində dəqiqə əqrəbi neçə dövr edər? Deməli, saatın saat əqrəbi 2 dövr edəndə nə qədər müddət keçir? Uşaqlar, t saat bərabərdir. 1 dövr edəndə, baxın, saat əqrəbi 1 dövr edəndə 12 saat müddət keçir, elə deyilmi? 2 dövr edəndə bəs nə qədər müddət keçəcək? Bu zaman ümumi sərf etdiyi zaman olacaq 24 saata. Bəs yaxşı, dəqiqə əqrəbinin dövr etmə periyodu nə qədərdir? 1 saatdır. Deməli, saat əqrəbi 2 dövr edəndə 24 saat keçirsə, dəqiqə əqrəbi də 24 saatın keçməsi üçün 24 dəfə fırlanmalıdır. Yəni 24 dövr etməlidir. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim 0,1 saniyə müddətində 90 dərəcə dönür. Onun dövr etmə tezliyini hesablayın. Deməli, uşaqlar, belə bir balaca çevrə çəkərik bura. Deyir ki, 0,1 saniyə müddətində 90 dərəcə dönür. Yəni, baxın, A nöqtəsindən B-yə qədər 0,1 saniyəyə gəlir. Çevrənin 4-dən 1-ni nə qədər müddətə gəldi? Deməli, 0,1 saniyəyə gəldi. Bu zaman A-dan çıxıb bir də A-ya fırlanıb gələnə qədər, yəni tam bir periyod etməsi üçün sərf olunan zaman çevrəni bu şəkildə 4 yerə böləcək olsaq, 4-ü 0,1-ə vurarıq. Periyodumuz nə qədər olacaq? 0,4. İndi bizdən tezliyi soruşur. N bərabərdir 1 bölünsün t. Yəni 1 bölünsün 0,4 bərabər olacaq 2,5 saniyə üstü mənfi 1-ə. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim 0,4 saniyə müddətində 40 dərəcə dönür. Aha. Baxın, çevrəmizin ümumi, yəni dərəcəsi nə qədərdir? 360-dır. Bu da bizə deyir ki, 0,4 saniyə müddətində haradasa təxmini, baxın, belə dönür. 0,4 saniyəyə 40 dərəcə dönürsə, yəni 40-ı 0,4 saniyəyə dönürsə uşaqlar, 360 dərəcəndə dönər x saniyəyə, düzdür? Buradan x-i tapacaq olsaq, x bərabər olacaq 3,6 saniyə. Çevrə üzrə 6 radiyan bölünsün saniyə bucaq sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə neçə saniyəyə gələr? Bucaq sürəti var, pi var. Əvvəlcə yadda saxlayın uşaqlar. Çevrə üzrə ümumiyyətcə hərəkətdə həmişə çalışın ki, birinci periyodu tapasınız. Omeganın periyodla olan düsturu necə idi?
Omega bərabərdir 2 pi bölünsün t. Buradan t'ni tapıram. T bərabərdir 2 pi bölünsün omega. Elə deyilmi? Yəni 2 vurulsun 3 bölünsün 6. Bərabər elədi 1 saniyə. Bu nə demək olar? Bu demək ki, cisim A nöqtəsindən çıxır. Baxın bu şəkildə. A nöqtəsinə fırlanıb gələndə tam bir dövr edir. Bunu da nə qədər zamana həyata keçirir? 1 saniyə həyata keçirir. A'dan B'yə qədər olan hissə indi nə qədərdir? 2'də 1 periyoda bərabərdir. Elə deyilmi? Zamanı, yəni dövr etmə periyodunun yarısına bərabərdir. A'dan çıxıb A'ya 1 saniyəyə gəlirsə, biz periyodunu tapdıq ki, bu cismin periyodu 1 saniyədir. İndi A'dan da çıxıb B'yə gəlməsi üçün nə qədər vaxt sərf edəcək? Əlbəttə ki, periyodun yarısı qədər. Yəni 0,5 saniyə. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 0,5 saniyəyə gəlmişdir. Baxın, A'dan B'yə 0,5 saniyəyə gəldi. Deməli, çevrənin 4'dən birini 0,5 saniyəyə gəlirsə, 0,5 də buranı gedər. 1, 0,5 bura gələr. 1,5, 0,5 də bura gələr. Nə qədər eləyəcək? 2 saniyə etmiş olacaq. Yəni, çevrənin birini 4'də 1 hissəsini A'dan B'yə 0,5 saniyəyə gəlirsə, A'dan çıxıb A'ya gələnə qədər nə qədər zaman sərf olunacaq? 2 saniyə zaman sərf olunacaqdır. Yəni t bərabər olacaq 2 saniyə. Dövr etmə periyodumuzu tapdıq ki 2 saniyədir. Bu zaman bucaq sürəti omega bərabərdir 2 pi bölünsün t bərabərdir 2 vurulsun 3 bölünsün 2 olacaq 3 radian bölünsün saniyə. Çevrə üzrə 30 pi radian bölünsün saniyə bucaq sürəti ilə bərabər sürətlə hərəkət edən cisim 10 dəqiqədə neçə dövr edər? Deməli, omeganın dövrlərin sayı və kiçik t, yəni zamanla olduğu düsturunu yazırıq. Omega bərabər idi nəyə uşaqlar? 2 pi m bölünsün t. Elə deyilmi? Aha, deyir neçə dövr edər? Biz buradan dövrlərin sayını tapmalıyıq bu düsturdan. Yazacağım ki, n bərabərdir. Omega t bölünsün 2 pi bərabərdir. Omeganı 30 pi verib, pi'nin qiymətini verməyib, verməsin olduğu kimi yazırıq. Vurulsun 10 dəqiqəmiz 600 saniyə eləyir uşaqlar. 600 saniyə. Bunu əsas vahide çevirdik. Bölünsün 2 pi. Pi'lər buradan ixtisar gedir. 30'u 2'yə böləndə 15, 15'i də 600'ə vuranda bərabər olacaq. Deməli 9000 dövr. Çevrə üzrə 20 pi radian bölünsün saniyə bucaq sürətlə bərabər sürətlə hərəkət edən cisim nə qədər müddətə 4800 dövr edər? Omega bərabərdir 2 pi m bölünsün t. Deyir nə qədər müddətə. Yəni buradan bizdən kiçik t'ni istər uşaqlar. T bərabər olacaq. Deməli 2 pi m bölünsün omega. 2 pi vurulsun 4800 bölünsün omeganın da aylıqda 20 pi verib. 20 pi. Aha. Pi'lərimiz buradan ixtisar gedir. 2 ilə 20 ixtisar gedər. Burada qalar 10. 10 ilə də bu 4800'in sıfırının biri gedər. Qalar 480 saniyə. Elə deyilmi? Bunu da biz nə edəcəyik? Bölərik deməli 60'a düşəcək nə qədər? 8 dəqiqə. Çünki cavabları bizdən dəqiqə ilə istərdi. 480 saniyəmiz 8 dəqiqə eləyir. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Vahidi BCD əsas vahiddir. Dövr etmə periyodunun. Çünki dövr etmə periyodunun vahidi 1 saniyə, tezliyin isə vahidi saniyə üstü mənfi 1'dir. Artıq bu teorema vahiddir. Skalyar cəmiyyətdir hər ikisi. Hərəkət zamanı sıfıra bərabər ola bilməz. Hər ikisi vahid zamandakı dövrlərin sayıdır. Dövr etmə tezliyi. 1, 4, 2, 3. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Saniyə ölçənlə ölçülür. Dövr etmə periyodu və tezliyi hər ikisi. Bir tam dövrə sərf olunan zamandır. Dövr etmə periyodu. Hərəkət zamanı sıfıra bərabər ola bilməz. Hər ikisi. Vahidi 1 bölünsün saniyə, yəni saniyə üstü mənfi 1'dir. Dövr etmə tezliyi. 2, 4, 1, 3.
Müşahidə başlanan anda K, L və M nöqtələrində olan cisimlər çevrə üzrə bərabər sürətlə hərəkət edir. Cisimlər göstərilən istiqamətlərdə hərəkət edərək eyni zamanda A nöqtəsinə deməli gəlib çatırlar. Dövrətmə tezlikləri arasında hansı münasibət doğrudur? Eyni zaman anında çatırlar. Uşaqlar, baxın, K cisimi, L və M cisimi. K cisimindən A'ya qədər olan məsafə bu qədərdir. M'dən A'ya qədər olan məsafə bu qədərdir. L'dən isə A'ya qədər olan məsafəmiz bax bu qədərdir. Aha. İndi baxanda görürük ki, zaten K ilə M eyni məsafədə yerləşir. Deməli K ilə M bir-birinə bərabərdir. Bəs L isə uşaqlar, əgər misal üçün K deməli K nöqtəsindən cisim A nöqtəsinə gələnə qədər L nöqtəsindən cisim A nöqtəsinə gəlib çatıbsa, tezlik nə deməkdir? Tezlik yəni hərəkətin vahid zamanda daha tez baş verməsidir, elə deyilmi? Deməli L'in tezliyi hamısından böyükdür. L ən uzaqdadır, amma gəlib, baxın, L ən uzaqda olanda, amma gəlib digər cisimlərlə eyni anda çatırsa da, deməli L'in tezliyi daha böyükdür. Deməli NL böyükdür, K ilə də M bir-birinə bərabərdir. Saatın dəqiqə əqrəbi neçə sutka ərzində 360 dövr edər? Deməli saatın dəqiqə əqrəbinin neçə sutkada 360 dövr etdiyini soruşur bizdən. Saatın dəqiqə əqrəbi bir sutkada 24 dövr edir. Elə deyilmi? Yəni 24 saat keçməsi üçün 24 dövr edir. İndi bu 360 dövr edəndə deməli nə qədər keçəcək? 360 saat keçəcək də. Bu zamanda 360'ı bölərik biz 24'ə, bərabər olacaq deməli 15 sutka. Saatın saniyə əqrəbi neçə saatda 120 dövr edər? Saniyə əqrəbinin dövr etmə periodu 1 dəqiqədir. O nə edir? Bir dəfə fırlananda 1 dəqiqə vaxt keçir. 120 dəfədə fırlananda 120 dəqiqə vaxt keçəcək. 120 dəqiqəmiz də nə qədərdir? 2 saata bərabərdir. Saatın saat əqrəbi 12 sutkada neçə dövr edər? Saat əqrəbinin dövr etmə periodu 12 saatdır. 1 sutkada 2 dövr edir. Bir sutkamız 24 saat daxil, elə deyilmi? 1 sutkada 2 dövr edirsə, deməli 12 sutkada da eləyəcək 24 dövr. Saniyə əqrəbi 7200 dövr edəndə saat əqrəbi neçə dövr edər? Saniyə əqrəbinin 7200 dövr etməsi 7200 dəqiqə nədir? Zamanın keçməsi deməkdir. Elə deyilmi? Saniyə əqrəbinin, çünki dövr etmə periodu 60 saniyə, yəni 1 dəqiqədir. İndi o 7200 dövr edirsə, 7200 dəqiqə zaman keçdi. Saat əqrəbinin dövr etmə periodu bəs nə qədərdir? Gəlin onu yazaq. T saat bərabərdir 12 saat və ya 720 dəqiqədə 60'a vurduq, dəqiqəyə çevirdik. Elə deyilmi? İndi 7200'ü də bölərik 720 dəqiqəyə, düşəcək deməli 10 dövr. Saniyə əqrəbi 120 dövr edəndə dəqiqə əqrəbi neçə dövr edər? Saniyə əqrəbinin 120 dövr etməsi 120 dəqiqə vaxtın, zamanın keçməsi deməkdir. Yəni ki 120 dəqiqə zamanımızda neçə saat eləyir? 2 saat. Deməli dəqiqə əqrəbi neçə dəfə fırlanar? 2 dəfə fırlanar. Çünki dəqiqə əqrəbinin də fırlanma periodu 60 dəqiqə, yəni 1 saatdır. İndi 120 dəqiqədə də bu 2 dəfə fırlanacaq. Olacaq deməli 2 dövr. Dəqiqə əqrəbi 24 dövr edəndə saat əqrəbi neçə dövr edir? Saat əqrəbinin dövr etmə periodu uşaqlar 12 saatdır. Dəqiqə əqrəbi 24 dövr edirsə, deməli 24 saat vaxt keçir. İndi bu 12 saatda bir dəfə fırlanırsa, 24 saatda da deməli nə edir? 2 dəfə fırlanar. Saatın saat əqrəbi 1 dövr edəndə saniyə əqrəbi neçə dövr edir? Saatın saniyə deməli saat əqrəbi
T saat bərabərdir 12 saatdır. Bu da 720 dəqiqə demək. Düzdür? İndi saniyə əqrəbində dövr etmə periodu 1 dəqiqədir. İndi deməli bu 720 dəfə fırlanmalıdır ki, 720 dəqiqə neynəsin? Zaman keçsin.